Hamiləliyimin son dövrlərindəyəm. Hər şeyin normal olduğunu düşünürdüm. Ultrases müayinəsində həkim mənə dölün həddən artıq böyük olduğunu deyənə qədər. Həkimim mənə əlavə bir test məsləhət gördü. Hamiləliyin 26-cı həftəsində şəkər yükləməsi testi etdirdim. Bəlli oldu ki, məndə hamiləliklə bağlı diabet var. Diabetin bu növü yalnız hamiləlik vaxtı yaranır. Artıq çəki, nəsildə diabet və diabetə meyillilik, qadının yaşının 30-dan yuxarı olması, daha öncə 4 kiloqram üzəri uşaq dünyaya gətirmək hamiləlik diabetinin əsas risk faktorları sayılır. Buna görə də hamiləlik boyu şəkər nəzarətdə saxlanılır. Pəhriz və fiziki aktivlik yetərli olmadıqda insulin müalicəsi tövsiyə olunur. Hamiləlik bitincə insulin də dayandırılır. Hamiləlik diabeti həm ana, həm körpə üçün fəsadlar yaradır. Böyük körpə, yeni doğulan uşaqlarda kəskin aşağı qan şəkəri, anada yüksək qan şəkəri, erkən doğum təhlükəsi yaranır. Pəhriz, fiziki məşqlər, sağlam çəkini saxlamaq, meditasiya və insulin iynələri ilə hamiləlik diabetinə qalib gəlmək olar. Erkən müayinə və müalicə həm mənim, həm də övladımın sağlamlığı üçün vacibdir. Unutmayın, nəzarətdə saxladığınız halda hamiləlik bitincə diabet də bitir. Erkən müayinə can qurtarır.